bugün yəni sizə göründüyü kimi daha yaşıl Azərbaycan üçün gənc nəsil. O haqda sizə informasiya, məlumat Aynura xanım verəcək. Aynura xanım da yəqin özü haqqında da geniş məlumat verəcək. Sizin yaddaşınızda bu həmişəlik qalacaq. Aydındır, hamımız Aynura müəlliməni dinləyin, bacarın, ondan biliklərdən istifadə edin. Aydındır? Buyurun Aynura müəllim. Çox sağ olun. Salamlayıram hər birinizi. Sizinlə görüşmək mənim üçün çox böyük bir xoşbəxtlikdir, qürur hissi keçirirəm. Mən özüm də İmişli rayonundanam, İmişli rayonunda doğulub böyümüşəm. Orta təhsili İmişlidə bir sayı məktəbdə almışam və sonra uzun müddət başqa qeyri-hizmət təşkilatlarda da işləmişəm, fəaliyyətlərim olub. Hazırda isə Ekoloq Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri kimi fəaliyyət göstərirəm və bugün sizinlə bir saatlıq müzakirəli şəkildə mən sizdən, siz də məndən öyrənəcəksiniz. Və müzakirə şəkildə seminarımız olacaq. Seminarımız başlamamışdan əvvəl istəyirdim ki, sizin haqqınızda da bəzi məlumatları alın. Çünki bilirəm, hazırda siz də yuxarı sinif şagirdlərsiniz, sizin də arzularınız, hədəfləriniz var. Düzdür, qeydiyyat aparırıq, amma istəyirəm ki, hər biriniz qısaca adınızı, soyadınızı və gələcəkdə kim olmaq istəyirsiniz? Bu haqda məlumat verəsiniz, sizin də arzularınızı bilin, az da olsa qiyabi, düzdür, hamınızın adı yadında qalmasa da adınızı bilin ki, adınız nədir? Buyurun, hardan başlayaq? Yox, başdan başlayın. Elbət, bu gəncimizdən oturun, yerdən ayağa qalxmayın, dərs deyilik. Məhəmmədov Elgün Elmədnoğlu, inşallah tarix coğrafiya müəllimi olmaq istəyirəm. İnşallah. Süleymanlı Zeynəb, gələcəkdəki hədəfim riyaziyyat müəllimi olmaq. Çox gözəl. Sən? Mən Balazadə Mələk, kompüter mühəndisi olmaq istəyirəm. Çox gözəlsən. Hələ Mübarizə Əli qızı, coğrafiya müəllimi olmaq istəyirəm. Çox gözəl. Sən? Baba Əlizadə Cəbrayil oğlu, inşallah fizik tədbiri. Çox gözəl. Azadə Bıçaq xanım, İlqar qızı Alman dili müəllimi olmaq istəyirəm. İnşallah. Ana Cəfəzadə Mədinoğlu. Aha. Nə olmaq istəyirsən? Gələcəkdə arzularınız. Gələcək lazım. Aha. Mən heç Hələ ki planlaşdırmamışsan. İnşallah İnşallah planlaşdırırsan. Ha, bax yaxşı. Keçək ikinci sıradan. Abbasın Zahid Zahiroğlu, gələcəkdə polis olmaq. İnşallah. Musazadə Şükran hakimdir, gələcəkdə sosial iş. Musazadə Cahid Ceyhanoğlu. Polis. İnşallah. Sən? Əbişə Baysu Fəqani qızı, gələcəkdəki məqsədim hüquqşünas olmaq. İnşallah. Rəhmin Nazır, gələcəkdə bank. Bank işçisi. Ha, çox gözəl. Həmşəh Nahid Qabuloğlu, neft mühəndisi. Ay, gözəl. Bişsadə Rəvan Təmzaloğlu, inşallah Azərbaycanda ədəbiyyat olmaq. İnşallah. Çox gözəl. Səfərzadə Babək Allahverdoğlu, bank işçisi. İnşallah. Babayev Rəqan Sarxanoğlu, hərbçi. Hərbçi. Gözəl. Abbasova Fatimə, Elçin qızı, inşallah hüquqşünas olmaq. İnşallah. Məhəmməd Zəhran qızı, bank işi. Bank işi. Çox gözəl. Sən? Rəxanəzadə Əmir Qaroğlu, fizik tərbiyə müəllimi. İnşallah. Nə gözəl. İdmansır. Nərmin Məhəmmədova, Elmət qızı, bank işçisi. Bank işçisi. Sən? Üstlərini hazır yaşarıq, amma tarzı seçməmişəm, gələcək planlar. İnşallah. Hələ ki hədəfi yoxdur. İsrail Əfsəndə, hərbçi. Hərbçi. Aha, gözəl. Həsənli Sahib Fahiloğlu, Fatiyyət. İqtisadiyyat. İqtisadçı olmaq istəyirəm. Ay gözəl. Keçəsən inşallah. Gələcəkdə getdikcə ixtisaslar dəyişir. Sən? Süleymanlı Müsaidoğlu, bank işçisi. Bank işçisi. Süleymanova Maya Səhədi qızı, riyaziyyat müəllimi. Riyaziyyat müəllimi. Behbudlana Mədətoğlu, hərbçi. Hərbçi. Abbas Öfəroğlu, idman müəllimi. Laf yaxşı. Çox gözəl, qəşəng arzularınız var. İnşallah arzu edirəm, ümid edirəm və inanıram ki, gələcəkdə siz hədəflərinizə çatacaqsınız və hər biriniz bank işçisi. Bu sualla belə deyək ki, keçəcək. Belə də burada dərs deyil. Yəni biz dərs keçmirik şəkildə dərs veririk. Müzakirəli şəkildə biz tədbirimizi davam edəcəyik.
Hazırda mən demək istəyirəm ki, bizim yenə dediyim kimi təşkilatımızın adı Ekoloq Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyidir və İctimai Birliyin donoru, onu maliyyələşdirən, maliyyə dəstəyi göstərən isə Azərbaycan Respublikasının qeyri-hökumət Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir və Ekoloq Ətraf Mühitin Qorunması İctimai Birliyinə Daha Yaşıl Azərbaycan üçün Gənc Nəsil layihəsini həyata keçirməsinə maliyyə dəstəyi göstərir. Bizim əsas hədəfimiz, məqsədimiz siz gənclərləndir və 4 rayonda bu tədbiri biz həyata keçiririk. 4 rayondan biri Cəbrayıl qəsəbəsidir, biri Füzuli rayonunda Zobucuq 2 qəsəbəsində idi. Tədbirimiz bir saylı orta məktəbdə imişlidə biz keçirdik bu tədbiri və sizin kənddədir hazırda, Hacalmuratlı kəndində və digər tədbirimiz isə Velasvar rayonu Səmədabad qəsəbəsində həyata keçiriləcək və bizim məqsədimiz nədir? İqlim dəyişikliyi haqqında və dünyada baş verən ekoloji problemlər haqqında sizə qısa informativ məlumatlar verməkdir və keçən il 2024-cü ildə bilirsiniz ki, Azərbaycanda COP29 tədbiri keçirildi. Böyük, möhtəşəm bir tədbir oldu. Bütün dünyadan, balaca adalardan bizim ölkəmizə qonaqlar gəlmişdi, turistlər gəlmişdi və iqlim dəyişikliyi ilə bağlı müzakirələr oldu orada və COP29 sonrası hansı gənclər üçün belə deyək də tədbir həyata keçirəcək, onların üzərinə hansı işlər qoyulur, bununla bağlı müzakirələr aparacağıq və COP29-da Azərbaycan özünə hansı hədəfi götürdü, nə etdi, bununla bağlı. Bizim belə deyim ki, müzakirələrimiz olacaq, informasiyalarımız olacaq. Mən sizə bir sual vermək istəyirəm. İqlim dəyişikliyi dediksə, iqlim dedikdən nə düşünürük, nə başa düşürük? İqlim dəyişikliyi nədir? Kim deyə bilər? İqlim dəyişikliyi fəsillərin dəyişməsindən artıcıl olaraq dəyişir. Sonra? Sonra nədir? Nə? Bəli, iqlim dəyişikliyi gecə gündüzün yaranması ola bilər. Sonra? Saat quruşaqlar ola bilər. Hər fəslin özünə aid xüsusiyyətlərin olması. Hər fəslin özünə aid olması. Necə? Gündüz və gecə yaranması. Gündüz və gecənin yaranması. Planetimizin lokal, yəni yerli və qlobal səviyyədə iqlimə təsir edən uzun müddətli temperatur və hava dəyişikliklərinə iqlim dəyişikliyi deyilir. İqlim və iqlim dəyişikliyi və bu son 200 il ərzindədir ki, hansı ki iqlim dəyişikliyi ilə biz rastlaşmışıq və bu müşahidə olunur. İqlim dəyişikliyi nəyə təsir edir? Kənd təsərrüfatına təsir edir, hava və suya təsir edir, suyun çirkliliyinə təsir edir, su ehtiyatlarının azalmasına təsir edir və bir çox ölkələrdə demək olar ki, bu problem getdikcə də özünü göstərməyə başlayır. Ən çox da Azərbaycanda ekoloji həssaslıq yüksəkdir, Cənubi Qafqaz tərəfdə və maarifləndirmə də ki, dedikləri kimi kəndlərdə maarifləndirmə çox zəif olduğuna görə bununla bağlı biz kəndləri götürmüşük və yenə dediyim kimi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dəstək agentliyi bizim bu layihəni dəstəkləyib və kəndlərdə maarifləndirmə işini aparmağımıza maliyyə dəstəyi göstərir. Və təxminən 30 min il bundan əvvəl 30 min il bundan əvvəl əkinçilik var idimi, kənd təsərrüfatı var idimi, bu işlər görülürdümü? Siz necə fikirləşirsiniz öyrəndiyiniz dərslərdən? 30 min il bundan əvvəl, yox, 30 min il bundan əvvəl hava ya çox isti idi, ya da çox soyuq. Və insanlar da nə bu çox isti havada dışarı çıxa bilmirlər, nə də ki, çox soyuq havada çıxa bilmirlər. Məcbur edilər nə eləmək, nə tapdılar onu yesinlər və ovçuluğa çox üstünlük verirdilər. Və bitki örtüklərindəki isti havalarda nə tapsalar azmaz onu yiyib, onunla qidalanıb həyatda qalır. Və haradasa bir 3000 il eramızdan əvvəl, 2000-3000 il bundan əvvəl, artıq bir 10 min il bundan əvvəl təsərrüfatla başlayıblar artıq işləməyə. Buna da səbəb nə olub? İqlim qurşağının dəyişikliyi olub ki, artıq dəyişdiyinə görə əkinçiliyə artıq üstünlük verilməyə başlayıb. Və yer kürəsinin temperatur dəyişikliyində
ən çox belə deyim də 15 dərəcə Selsi iqlim qurşağında, iqlim dəyişikliyində normal hesab olunandır ki, bu fəslin təbiətin qorunmasına, ekologiyanın çirklənməməsinə təsir göstərən bir şeydir. Və bu mövcud temperaturun stabilləşməsi yer kürəsində bir növ izolyator kimi əhatə olunan istisna qazlara borcludur. Yəni qazlar çox olduqda iqlim dəyişikliyi olur və hazırda həmin o istisna qazlar var ki, hansı ki o qazlar izolyator kimi əhatə eləyir və ona görə də iqlim qurşağında iqlimin normallaşması gedir. Və yer kürəsinin istilik balansı haqqında nə bilirik? Yer kürəsinin istilik balansı nə qoruyur? Nə tənzimləyir? Karbon dioksid. Karbon dioksid yer kürəsinin atmosferinin tərkib hissəsidir və Günəşin şüalarını udaraq, Ozon karbon qazı günəşin şüalarının bir çoxunu udaraq, orada elektrik tənasibliyi saxlayır və öz nisbətini saxlayır. Və bunun sayəsində də dünyadakı canlıların yaşamasına imkan yaradır. Tam doğru, çox gözəl və dediyiniz kimi onun rolu əvəz edilməz. Karbon dioksid yer kürəsinin temperatur balansının saxlanılmasına kömək eləyir və illik orta temperatur 15 dərəcə Selsidir. Və insan və təbiətin yaşaması kimi, adı necə oldu gözəl qız? Fatimə. Fatimənin dediyi kimi, insanın və təbiətin yaşaması üçün çox yararlı temperaturdur və bu -60-dan müsbət 50-yə qədər stabil qalmalıdır. Yəni bu biz bundan bəli, Ozon deşikləri də vardır. bəli var, təbii, təəssüf ki 200 il bundan əvvəl artıq o sənaye inqilabı ki, hansı ki yer kürəsini belə deyək ki, müsadirə eləyib və həmin o kütlə necə? Bəli, həm müharibələr, ən çox da sənaye inqilabı yer kürəsində bu temperatur balansını qorumağa bizə kömək eləmir və pozmağa başlayıb. Bununla da bağlı atmosferə atılan istixana qazları var ki, hansı ki ilk növbədə karbon dioksidi yer kürəsi isinməsinə gətirib çıxarır. Məsələn, zavodlar Bəli. işləyən zaman oradan çıxmışdılar. Bəli, qazlar. Çoxluğu hal-hazırda bunu belə deyək də o problemin yaranmasına daha çox şərait yaradır. Avtomobillər üstülər, istiliklər atılır. Bunun çox şərait yaradır. Bəli. Bəs Azərbaycanda iqlim dəyişikliyinin təsirləri ilə bağlı nə deyə bilərəm? Ən çox da Abşeron yarımadası bölgələrində daha çox kirlənmə baş vermişdi. Ona görə də orada canlı və sənaye qullantısına görə orada bəzi yerlərdə yaşıllıq yoxdur. Yaşıllıq yoxdur, quraqlıq var. Yəni torpaq eroziyaya Yarımsər yox. Sonra su ehtiyatlarının azalması da Azərbaycanda müşahidə olunur. Sonra Ən çox orada rayonlardadır. Rayonlarda, hansı rayonlarda məsələn bilirsən? Məsəl üçün Bakı, sonra Bakı ətrafı rayonlarda. Sonra deyə bilərək Gəncədə də var. Gəncədə də var. Bəs kənd təsərrüfatı ilə yaranan problemləri də biz müşahidə edirik də, yəqin ki, yəni iqlim dəyişikliyinin təsirləri ilə, sonra ekosistemlərdə dəyişiklik, sonra bioloji müxtəlifliklər, bioloji müxtəliflərin azalması var, sonra temperaturun artışı, mühitin dəyişməsi, məsələn, bu il biz yayı çox az hiss elədik, payız fəslində daha tez gəldik, yaz gec qutardı, soyuq havalar gec qutardı və isti biz belə deyək, çox az müddətdə, yüksək dərəcədə bir istini biz müşahidə elədik. Bu da iqlim dəyişikliyinin bir növüdür. Bəs Azərbaycan üçün potensial yaşıl enerji alternativləri bu barədə bilirsinizmi? Nədir? Alternativ yaşıl Günəş enerjisi var. Külək enerjisi var, külək enerjisi var, su enerjisi var, sonra bir də yaşıl hidrogen var. Külək enerjisi nədir? Küləkdən istifadə olunur. Enerji stansiyaları ilə bağlı, bizdə külək enerjisi ilə bağlı hələ yoxdur, amma müqavilələr imzalanıb, gələcəkdə planlaşdırılır. Su ilə bağlı isə ən böyük bizdə Mingəçevir su anbarı. Gözəl Mingəçevir su elektrik stansiyası hansı ki, o təşkil hazırda və gələcəkdə isə biz fikirləşirik ki, Qarabağ və Şərqi Zəngəzur regionlarında cəmləşdirilsin və bunun da səbəbi odur ki, 2050-ci ildə Qarabağda sıfır emisiya zona planı nəzərdə tutulub ki, sıfır emisiyalı zona olsun Qarabağ və Şərqi Zəngəzur zonası regionları. Və günəş enerjisi bizdə var, panellər var, günəş enerjisi.
və bu sahədə dövlət, özəl sektorlar, inkişaf bankları arasında əməkdaşlıqlar inkişaf etdirilir. Bu günəş enerjisi daha da çox olsun və ekologiyanın qorunmasına görə bununla da bağlı müqavilələr imzalanır. Yaşıl hidrogen ilə isə bağlı Avropa Yenidən Qurma və İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda araşdırmalar başlayıb. Hələ ki, indi potensial görülən ki, 10 kilovatlıq hansısa nələrsə olunsun, müqavilələr imzalansın. Gəldik ölkələrin emissiyalarına, hansı ki, ölkələrdən daha çox dünyanı, belə deyək ki, ən çox dünyaya zərər verənlər. Birinci yerdə Çin dayanır, ikinci yerdə Amerikadır, üçüncü yerdə Hindistan, dördüncü yerdə Hindistandır. Bangladeş yoxdur, Yaponiya, Braziliya, İndoneziya, Almanya, Kanada, Cənubi Koreyadır. Və birinci yerdə burada Amerika dayanır. Maraqlısıdır, ikinci yerdə Çin dayanır, üçüncü yerdə Yaponiya dayanır, dördüncü yerdə Almaniyadır, beşinci yerdə Hindistandır, düzdür, altıncı yerdə Birləşmiş Krallıqdır, Fransa, Braziliya, İtaliya və Kanada, Rusiya Federasiyasıdır. Və ödəmi nədir? Ödəmi ümumi daxili məhsul deməkdir. Emisiya isə ekologiyada ətraf mühitə zərərli maddələrin, qazların və ya digər belə çirkləndirici faktorların yayılması mənasını daşıyır. Emisiya odur. Və 10-cu yerdə dediyimiz kimi Rusiyadır. Həcmə görə ən az dünyanı zərərləyən. Və karbon dioksidin azaldılması yolları ilə bağlı müzakirələr var. Bu müzakirələr də nədir? Alternativ enerji mənbələrindən istifadə etməkdir. Alternativ enerji mənbələrindən öyrəndi su enerjisidir, su elektrik stansiyaların yaradılmasıdır, sonra külək enerjisidir, günəş enerjisidir dediyimiz kimi, enerjinin məsələn səmərəliliyi, binaların enerji səmərəliliyi, elektrik və hibrid avtomobil mühərriklərindən istifadə. Düzdür, bunu deyirik ki, elektrik və hibrid avtomobillər təbiətə az ziyan vuracaq, amma onlar da ziyan vururlar. Onların da ziyanı var. Belə deyək, dolayısıyla yolla ziyan yerində qalır. Sadəcə o ziyanı verib məkan dəyişir. Qazdan yox, elektrik enerjisindən məsələn o zərərlər verilir. Və enerjiyə qənaət. Siz enerjiyə qənaət edirsinizmi? Məktəbdə, evdə? Necə qənaət edirsiniz məsələn? Mən şifrində sonra işıq söndürürəm. Aha, evdə. Sudan istifadə etdiyimiz zaman sabunlayanda əlimizi suyu bağlayıb, sonra açırsan, yuyursan. Aha, çox gözəl. Sonra Otaqdan çıxan zaman işıq söndürmək lazımdır. Sonra televizora baxdığınızda söndürürəm. Çox gözəl. Çox qalanda yanıldı başına. Başqa enerjilərdən siz Qazdan mənim. Qapıdan məsələn qaynadığında çox qaynayıb qazın üstə tökülməməsi üçün başında gözləmək lazımdır. Qaynayıcını söndürürəm. Qaynamağına yaxında yəqin ki, bütün gün qalmışsınız yanında. Çox gözəl. Bəs COP-larda baş verən mübahisələr. Keçən il ümumiyyətlə COP29 haqqında nəsə maraqlandınız, oxudunuzmu, haradasa məlumat aldınızmı? COP29-dan bağlı nə deyə bilərsiniz? Mən COP29-da Azərbaycanın məşğullar gəlmişdim. Sonra Dünyanın qızartılması barədə Ətraf məlumatlar mühitin qorunması. Düzdür, inkişaf etmiş dövlətlər gəlmişlər, Qərbi Avropa ölkələri, Amerika, Kanadadan gəlmişlər və Argentinada gəlmişlər mədəniyyətimizdən. bəli. Və onların ötəlikləri var idi. Həmin o COP29-da bizim ölkəyə gələn dövlətlərin. Çünki orada sırtdan dövlətlər də gəlmiş, ada dövlətləri gəlmişlər, hansılar ki, o adalarda yaşayırlar və tufan olanda, dənizdə, məsələn, hansısa bir burulğanlar olanda, hansısa bir tayfun və təbiətdən gələn zərərlər olduqda, həmin o ada dövlətlər demək olar ki, bəzən olur ki, yer üzündən silinməklə, belə deyək ki, qarşılaşırlar da, üzləşirlər. Bəli. Buna görə də onların da qorunması lazımdır və bu təbiətdə, dənizdə, okeanlarda baş verən həmin o faciələr, hansılar ki, təbii, belə deyək də, fəlakətlərin də səbəbi yenə də ekologiyanın zərərlənməsi, çirklənməsi ilə asılıdır və onların həmin o gələn ölkələrin üzərlərində öhdəliklər var idi. O öhdəliklərdən biri o idi ki, bizdə belə deyək də, emissiyalar ən təhlükəsiz olduğu dövr 1990-cı ilə qədər olub. 90-cı ildə
sonra artıq çirklənmə daha çox olur. Və məqsəd ötərik o idi ki, həmin bu ekologiyaya dəyən çirkliliyin zərəri səviyyəsini yendirib ən az aşağısı 1990-cı il səviyyəsinə gətirib çıxarmaq idi. İnkişafda olan dövlətlərə öz emissiyalarını, hansı ki, belə deyirik, kimdir? Çindir, Amerikada ən çox yüksək ziyan vuran və onlar öz günahlarını öz üstlərinə götürmürlər. Və əgər desələr ki, bəli, mən qəbul edirəm, planetə ən çox ziyan vuran, mənim istehsal etdiyim, mənim buraxdığım qazlardır və ona görə də mən dəyən ziyanı qarşılamaq istəyirəm. Çünki bu dəyən ziyanlar da ki, bildiyimiz kimi 100 min deyil, nə milyonlar deyil, milyardlarla ölçülə bilən məbləğlərdir. Və inkişafda olan etmiş dövlətlərin maliyyə dəstəyi ilə həmin o belə dediyimiz kimi mütəmadi hesabatlar hazırlanmalıdır və könüllü öhdəliklər götürülməlidir. COP29-un əsas məqsədi bu idi. Və COP29-dan isə Azərbaycan özü üçün hədəflər götürüldü. Həmin o hədəflər haqqında hansı məlumatlar bilirsiniz, maraqlanmısınız yoxsa yox? Məsələn, 2030-cu ildə emissiyanı 35% endirməkdir. 2030-cu ildə bərpa olan enerjinin qoyuluş gücünü 30%-ə çatdırmaqdır. 2050-ci ildə yenə 40%-ə azaltmaqdır. Qarabağda yenə sıfır emissiya zonasının yaradılması, çevrilməsi 2050-ci ildə artıq planlanmışdır və onun üzərində işlər gedir. Və Azərbaycanın bərpa olunan enerji potensialları, hansı ki, onların 4-ü də bizdə var. Həm sudur, küləkdir, enerjidir və yaşıl hidrogendir. Azərbaycan qarşına qoyduğu hədəflər budur ki, 2050-ci ilə qədər inşallah yəqin ki, bu hədəflərə çatacaq. Bir də ki, bir suallar vereyim. Bu ətraf mühitin qorunmasına görə ən çox hansı işlər görülməlidir ki, biz təbiətə ziyan vurur? Ağacın yaşıllığın çoxaldılması, meşə zolaqlarının salınması, sonra dəniz səmərlərinin yığışdırılması. Necə? Dənizdə zibilliklər, onlar yığışdırılır. Bir çox insanlar istirahət mərkəzi kimi meşəliyə üstünlük tuturlar, orada piknik kimi istirahət edirlər. Amma burada məsələn ocaqlar falanlar qalırlar, təbiətə ziyan vururlar, ağaclıqları yandırırlar. Bunların qarşısını almaq lazımdır. Sonra bir də təkrarlı zəhmət olmasa, bayaq dediyini. Yaşıl ağacları məhv edirlər, yanğınlara səbəb olurlar meşələrdə. Ağacların kəsilməsinin qarşısının alınması və piknik olduqdan sonra nə edirlər? Həmin ocağı söndürüb tam həmin zibillər toplanmalıdır. Bir də ızlaqlarda olan çirkab sular, kötülər, təmiz sular. Hətta süni gübrələrdən istifadədə süni gübrələrdən istifadəni az etmək lazımdır. Necə? Kanalizasiyalara, səmiz sulara, təmiz sulara. Kanalizasiyalara, səmiz suların atılması. Sonra necə? Təbiətə tullantılar günahsızdır. Onun qarşısı alınmalı. Ora torpaq edilən. Torpaqdan elə bir səmərəsi istifadə etmək. Sağ ol. Torpağın eroziyası hansı ki, belə deyək də, 3 il ardıcıl eyni məhsul əkilir və torpaq gücdən düşür və bu zaman nə etmək lazımdır? Artıq əkilən məhsulun növünü dəyişmək lazımdır, başqa bir növə keçirmək lazımdır ki, torpaq öz gücünü yenidən bərpa eləsin. Sonra dediyiniz kimi, məişət tullantılarından ən çox danışırız ki, torpaqlarda məişət tullantılarının təmizlənməsi olmalıdır və bunun içərisində neft də aiddir ki, neft tullantıları da olur ki, hansı ki, onlar da təmizlənməlidir. Bu təbii ki, sizin kənddə deyil, amma şəhərdə, məsələn, Suraxanın neft zonasıdır, sonra Muradxanlı bizdə var. Hətta dənizə tökülən neft və suda yaşayan neftləri onların təmizlənməlidir. Sonra torpaqların yenidən, məsələn, rekultivasiyası hansı ki, torpaqlar eroziyaya uğruyor, məhv olur, gücdən düşür və onları yenidən bərpa etmək lazımdır. Çirklənmiş gölməçələrin qurudulması, yəni bilirik ki, bizdə əvvəllər 90-cı illərdə, 95-ci ildən sonra bizim rayonumuza çox yerdə məcburi köçkünlər gəldilər. Onlar bizim Bəhrəmtəpə şəhərcik qəsəbəsində şəhərcikdən sonra Çadır şəhərciklərində yaşadılar və o zaman da onlar boş yerlərdə, belə deyim də, evlər qurulmuşdur və həmin dövrlərdə də, məsələn, mən onun şahidi olmuşdum işlədiyimiz dövrdə. Orada məcburi köçkünlər üçün su yox idi və gəlib beynəlxalq təşkilatlar orada arteziyan quyular qazmışlar. Həmin o arteziyan quyulara kranı bağlamaq üçün heç bir şey qoymamışlar. 24 saat axırdı o su. Sizdə də bağlanır? Yox, axırdı. Az axır.
Amma o dövrdə çox güclü axırdı və həmin o axan vaxtda da gölməçələr yaranmışdı. Gölməçələrdən də həşəratlar əmələ gəlmişdi. Ağcaqanadlar və o ağcaqanadlar da insanların dişlərində malyariya xəstəliyi yaranırdı. Malyariya da qızdırma, temperatur verirdi, halsızlıq verirdi və ondan hətta belə deyim ki, ölüm səviyyəsinə qədər gəlib çıxanları olurdu. Sonra həmin o suları artıq kranlar bağlanır ki, sular bağlansın ki, axıb həm su israf olmasın, həm də ki, gölməçələr yaranmasın, xəstəliklər yaranmasın və həmin o suları qurutmaq üçün evkalipt ağacı var ki, hansı ki, gün ərzində 250-300 litrə qədər o su içə bilirdi. O ağaclardan əkdilər ki, o gölməçələri tez bir zamanda qurutsunlar ki, xəstəliklər yaranmasın. Yəni, çirklənmiş gölməçələrin qurudulması üçün hər hansı addımlar atılmalıdır. Sonra qurut sular var ki, onları drenaj kanalları vasitəsilə bizim rayonlarda var. Drenaj kanalları qazdır ki, qurut suları onlar çəkir üzərinə ki, torpaq çox eroziyaya uğramasın. Sonra bir də ki, sizin rolunuz çox böyükdür bu işlərdə gənc olaraq ki, siz ekologiyanın qorunması üçün, necə ki, biz düzdür, sizə təmiz ekoloji gələcək gətirib çıxara bilməmişik dünyanın, beləcə ki, dünyada da bu vəziyyətdir. Amma bundan sonra artıq o həyəcan təbili çalınıb və biz məcburuq ki, bu təbliğatları sizlərlə eləyək ki, sizlər də öz yoldaşlarınızla, ətrafınızla bu işləri görəsiniz, dəstək verəsiniz ki, bizim ekologiya daha az çiklənsin. Elə bu dediyiniz kimi tullantıları toplamaq, yığmaq, başqa adımlar atmaq, hər hansı bir təbliğat işləri, elektrik enerjisini dediyiniz kimi çox israf etməmək, suyu çox israf etməmək. Bunlar hamısı sizin təbiətə verdiyiniz bir hədiyyədir, töhfədir. Və mən sonda qeyd etmək istəyirəm bu kitab haqqında. Bu kitab British BP tərəfindən maliyyələşdirilir. Liya Bayramovanın kitabıdır. Uşaqlar üçün yaşıl biliklərdir. Burada ətraf mühitin qorunması ilə bağlı, hansı, məsələn, zərərli tullantılardır, hansı zərərsiz tullantılardır, hansı tullantılar neçə əsrlərdə olsa, məsələn, torpağa qarışıb məhv olunur. Bunlar haqqında məlumatlardır. Heyvanları qorumaqdır, enerjilər falanlar, bunların hamısını etməkdir ki, yəni bu işlərlə bağlı siz nə lazımsa buradan oxuyacaqsınız və maariflənəcəksiniz. Bu kitab az olduğuna görə biz bu kitabı sizin məktəbin kitabxanasına hədiyyə edəcəyik və istədiyiniz vaxtda götürüb oxuyub yenidən qaytararsınız, dostlarınıza da tövsiyə edərsiniz və öyrəndiklərinizi də təbliğ edərsiniz. Bu qədər. Növə həmin qırmızı kitabda qorunub saxlanılır və həmin təbiətdə həmin o bitki və heyvan növlərini də qorumaq və saxlamaq. Dövlət tərəfindən Doğrudur, doğru. Ona görə də qoruqlar yasaq. Düzən, qoruqlar sonra yasaqlar. Bəli, Şirvan qoruğumuz var, hansı ki orada ceyranlar da var, hazırda o dediyiniz kimi qırmızı kitabda olan kitablar həmin o qoruqlarda da saxlanılır və artırılır. Onların uğurlanması ziyandır, qadağandır və onun üçün cərimələr var, hətta həbslər də var. Bəli. Əlavə kim nəsə deyirdi? Başqa kimin əlavəsi var? Mən onu deməmişəm, amma siz onu eşitməyin.